Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün hazırlaması tez, asan başa gələn, çox dadlı, ləzzətli konfet şirniyyatı hazırlayıram. Şirniyyatımızın adı nə üçün konfetdir? Çünki konfet görünüşündə olur. Ona görə ərzaqlar hamısı ev temperaturunda olmalıdır. 200 qram ev temperaturunda tam yumuşalmış yağ götürürük. Kərə yağı və margarin hər ikisindən istifadə edə bilərsiniz. Üzərinə 80 qram şəkər pudrası əlavə edirik. Bu da 200 ml stəkan ölçüsü ilə stəkandan 2 barmaq əski şəkər pudrası eləyir. Bura 200 qram da xama əlavə edirik. Yağlılıq faizinin fərqi yoxdur. Hansı xamadan olsa istifadə edə bilərsiniz. Mən 20%li xamadan istifadə etdim. Üzərinə 1 paket vanilya əlavə edirik. Yumurtanın ağlarını da gördüyünüz kimi bir kənarda içli üçün gözlədirik. Və bu ərzaqları hamısını çəngəl vasitəsilə yaxşı-yaxşı əzirik. Çalışın istifadə edəcəyiniz ərzaqları öncədən soyuducudan çıxardın və hamısı qalsın ev temperaturunda yumuşalsınlar. Yağı da bir gün öncədən çıxarsanız daha yaxşı olar. Çünki yağ da bura yəni bu xəmirdə tamamilə ev temperaturunda yumuşalmış olmalıdır ki, gördüyünüz kimi bu cür qarışdırdıqda rahatlıqla həll olsun. Hamısını yaxşıca qarışdırdıqdan sonra sonda isə un və qabartma tozunu əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Unu hər zaman hissə-hissə əlavə edin. Undan bir qədər əlavə edirəm və üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edirəm. Yəni yarım paket. Qramla desək 5 qram qabartma tozu əlavə edirik. Unun qalanını da hissə-hissə əlavə edərək qeyd etdiyim kimi yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Ümumilikdə mən bu xəmir üçün 440 qram undan istifadə etdim. 440 qram un da hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 3 stəkan yarımdan 1 xörək qaşığı az, yəni əski un eləyir. Unlar fərqli olur. Ona görə hər zaman mən videolarımda qeyd edirəm ki, unu bir dəfəyə əlavə etməyin. Reseptdə yazılan un miqdarını hər zaman az-az hissə-hissə əlavə edin və xəmirinizi yoğurun. Gördüyünüz kimi yumşaq, ələ yapışmayan bir xəmir oldu. Mən xəmiri demək eyni bərabərdə olmaqla gözə yarı olaraq 4 hissəyə böldüm və bunları kündələdim. Bir yarım saatlıq, yəni bir 30 dəqiqəlik soyuducunun buzluq olmayan adi gözündə dinləndirdim. Mütləq xəmir dinlənməlidir ki, yayarkən rahatlıqla yayılsın, kündəsin, alsınlar. Və xəmirimiz soyuducuda dinlənən vaxt biz içlik hazırlayırıq. Çox asan başa gələn bir şirniyyatdır və çox dadlı, ləzzətli olur. Bu şirniyyatı istədiyiniz içliklə hazırlaya bilərsiniz. Mən qoz ləpəsi ilə olan içliyi daha çox bəyəndiyim üçün, sevdiyim üçün ona görə qoz ləpəsi ilə hazırladım. Artıq görürsünüz kündələrimi hazırladım. Üzərlərini salafanla örtüb soyuducunun buzluq olmayan adi gözündə 30 dəqiqə gözlədirəm. İndi isə içlik hazırlayıram. İçlik üçün 180 qram qoz ləpəsi bəs edir. 180 qram qoz ləpəsini mən rondodan keçirtdim. Çox xırdalamadım, biraz diri-diri saxladım ki, yeyərkən dişə dəysin, hiss olunsun. Amma istəsəniz daha da xırdalaya bilərsiniz. Üzərinə 1 çay qaşığı vanilya əlavə etdim. 2 yumurtanın ağını əlavə etdim. Bir də ki 5 xörək qaşığı dolu şəkər tozu əlavə etdim üzərinə. Və bunları yaxşı-yaxşı qarışdırdım. İçliyimiz hazırdır. Açıqlama bölümündə mütləq ərzaqların miqdarını dəqiqliklə sizlər üçün yenə də qeyd edəcəm. Oradan da baxarsınız. Və içliyimiz də artıq hazırdır. İçlik hazır olduqdan sonra artıq bir yarım saatda baxdım ki keçdi. Yarım saatdan sonra soyuducudan kündələri götürürəm və bir-bir başlayıram yaymağa. Dəyərli izləyicilərim, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb, elə bu dəqiqə yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər videolarımızı bəyənirsinizsə, onda mütləq yaxınlarınızla da paylaşın və kanalımızın böyüməsində sizlər də mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Xəmirləri yayarkən kənarlarının tam olaraq səliqəli olmasına ehtiyac yoxdur. Çünki sonda mən diametri 26 sm olan qapaqla kənarlarını kəsirəm ki, düz olsun, səliqəli olsun və bu cür bıçağınız varsa, kənarları bəzəkli, bununla kəsəndə daha da qəşəng çıxır, səliqəli olur. Yoxdursa, adi bıçaqla da kəsə bilərsiniz. Və gördüyünüz kimi hər bir kündəni 8 hissəyə bölürəm. Yəni bir kündədən 8 ədəd şirniyyat alınır. Çay qaşığını tam doldurmuram. Demək olar ki, yarım çay qaşığından biraz artıq içlikdən əlavə edirəm
və kənarlarını bu cür konfet kimi bükürəm. Kənarların bükəndə də mütləq diqqət edin. Yəni tam ucudan bükmürük. Biraz baxın bu hissədən bükürük ki, kənarlar adi konfet kağızının kənarları necə qalır, necə olursa, yəni o cür olsun. Baxın görürsüz bu hissədən bükürük. Uc hissəni biraz belə gətiririk və bu hissələri bərkidirik və salam. Bişərkən də qətiyyən açılması olmur. Çox rahatlıqla bükülür. Şirniyyatımızın adı konfet olduğu üçün, konfet şirniyyatı olduğu üçün mütləq kənar hissələri eynən konfet kağızı kimi qalmalıdır. Ona görə də uc hissələrindən bərkitməyin. Biraz belə orta hissədən bərkidin ki, kənarları eynən konfet kağızlarına oxşasın. Kündələrin hamısını bir-bir bu üsulla yayırıq, kəsirik, içlik əlavə edərək bükürük və məsafəli şəkildə listimizə düzürük. Xəmirləri ki, kəsəndə kənarından o artıq xəmirlər qalır. Onları da sonda mən 2 kündə etdim və onları da yenə də ayrı-ayrılıqda yaydım, kəsdim. Yəni israf olunmur qətiyyən. Bu reseptlə tam olaraq 2 list dolu şirniyyatımız alındı. Çox bərəkətli bir reseptdir. Həqiqətən də çox dadlı, ləzzətli bir şirniyyat alınır. Qonaq süfrəsi üçün bişirə bilərsiniz. Harasa qonaq gedəndə bişirib apara bilərsiniz. Nişan xonçası üçün də bişirə bilərsiniz. İnandırım sizlər ki, həqiqətən də möhtəşəm. Həm görüntüsü, həm dadı çox ləzzətlidir. Şirniyyatlarımızın hamısını bu üsulla hazırladıqdan sonra qeyd etdiyim kimi məsafəli şəkildə listimizə düzürük və 30-35 dəqiqə müddətində sobada bişirib götürürük. Mən sobanın ən alt gözündə bişirdim. 120 dərəcədə konveksiya rejimində bişirdim, götürdüm. Sobalar da müxtəlifdir. Ola bilər sizin sobanızda elə 25-30 dəqiqə müddətində də bişib hazır ola bilər. Yəni ümumilikdə 30-35 dəqiqə müddətində bişib hazır olur. Konveksiyasız sobalarda isə 190 dərəcədə bişirə bilərsiniz. Üzərini çalışın çox qızartmayın. Ona görə mən ən aşağı gözdə bişirdim. Mən şəkərbura rejimində demək olar ki bişirdim. 120 dərəcədə. Sobanın ən alt gözündə 30-35 dəqiqə müddətində belə bişirirəm, götürürəm. Üzəri biraz belə qəşəng xırçıltılı, içərisi isə yumşaq olur. Üzəri ağ qalır, alt hissəsi isə xəfif qızarır. Görünüşü də eynən konfet görünüşündədir. Və çox bərəkətli bir reseptdir. 2 list dolu şirniyyatımız alındı və bunları mən 2 listi 1 listə hamısını əlavə etdim ki, üzərlərinə şəkər pudrası səpəcəm. Ona görə tam soyduqdan sonra artıq üzərlərinə bolca şəkər pudrası səpirik. Şəkər pudrası da həm bir qədər şirinliyini artırır, həm dadına dad qatmış olur, həm də görünüşünü çox gözəl edir. Süfrədə də çox gözəl görünür. Çay süfrəsinə yaraşan, dadlı, ləzzətli, möhtəşəm bir şirniyyat alınır. Qeyd etdiyim kimi şirniyyatın üzəri azacıq xırçıltılı, içərisi isə yumşaqdır və səhərə qalsın belə 2-3 gün qalsa da inandırım sizlər ki, çox yumşaq qalır və qaldıqca da yumşalır. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Videonu bəyənib rəy yazanlara da buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun.